Çox zaman sərgilərdə, kitab təqdimatlarında bəziləri şikayət edirlər ki, kitab oxuya bilmirik. Daha doğrusu bəzən deyirlər ki, bir səhifədən artıq oxuya bilmirəm. Yaxud kitab oxuyuram, dərhal yuxu tutur məni və yaxud gözlərim ağrıyır və s. Yəni, bir səhifə oxuduğu faktı vurğulamaqdansa, oxuya bilməmək faktını vurğulayır və beləliklə öz qarşısına böyük bir səhv çəkir. Mən onlara tövsiyə edərdim ki, siz nəyi bacarırsınızsa onu vurğulayın. Deyin ki, məsələn, mən bir səhifə oxuyuram. Əgər bir səhifə oxuya bilirsinizsə, deməli artıq oxuya bilirsiniz. Əgər siz yatmazdan əvvəl əlinizə kitab götürürsünüzsə, deməli kitabla artıq sizin ünsiyyətiniz var və onu vurğulamağa çalışın. Bir gün bir səhifə oxuyursunuzsa, sabah səhifə yarım oxuya bilərsiniz, birisi gün 3 səhifə oxuya bilərsiniz və beləliklə oxuma sürətinizi və həcmini artıra bilərsiniz. Uğur olsun.